Bugün Azərbaycanın qədim tarixi ilə bağlı mövzularımızı davam elətdiririk. Çalışırıq ki, obyektiv olaq. Yəni bəziləri baxırlar, bəzilərinə qəribə gəlir bizim ta ki Atropatena ilə bağlı, Azərbaycanın qədim dövrü ilə bağlı, Atropatena dövlətinin olmaması ilə bağlı fikirlərimizi əsaslandırırıq, mənbələrə əsaslandırırıq biz. Kimlərin xoşuna gəlmirsə özləri bilərlər. Amma bu günlərimiz daha çox qədim, ilkin tarixin tən qədim dövrünə aid Şumerlər və Azərbaycan türkləri. Bizim tariximiz, Türklərin tarixi ta qədim dövrə gedir. Dünyanın ən qədim sivilizasiyası Şumerlərin sivilizasiyası hesab olunur. Şumerlərin sivilizasiyası onlar həm dövləti, həm mədəniyyəti, həm yazının ən qədim sahibidirlər və eradan əvvəl 4-cü, 3-cü minilliyin əvvəllərində Mesopotamiya deyilən indiki iki çay arası İraq, Suriya və digər yaxın ərazilərdə o mədəniyyəti yarattılar və bizdən bir yerdə yarattılar. Həm Azərbaycan dövlətinin tarixi Şumerlərin tarixi ilə eynidir. Sadəcə olaraq hələ Azərbaycan qonşuluqda, Şumerlərin qonşuluğunda mövcud olan Azərbaycan dövləti ilə bağlı məlumatlar kifayət qədər yoxdur. Arxeoloji qazıntılar göstərəcəkdir onu. Hələlikən həmin ərazilər İranın tərkibində olduğuna görə maraqlı deyirlər. Urmiya gölünün sahillərində bizim Azərbaycan dövləti meydana gəlmişdir. Şumerlərlə sıx əlaqələri var idi və Şumerlərin özlərinin türk olması ilə bağlı və bizim kökümüzün eyni olması ilə bağlı. Yəni dünya alimləri də bilməyan şəkildə bildirirlər ki, Şumerlər Azərbaycan ərazisindən Urmiya gölündən bir qədər qərbə doğru Zagros dağlarından getmişdilər. Öz dövlətlərini həmin ərazidə yaratdılar və sonra da geri qayıtmışdılar. Türklərlə Şumerlərin bir olması ilə, kökünün, dilinin bir olması ilə bağlı fikirlər var və mən istəyərdim ki, bunu dünya alimlərinin dili ilə çatdırım. Hugo Winkler. Hugo Winkler aydın şəkildə Alman alimidir. Onun 1904-cü ildə Sankt-Peterburgda çap olmuş Qərbi Asiya qədim dövrlərdə adlı çox samballı bir əsər var və Hugo Winkler, mən sizə oxuyum onun dediklərini. Aydın şəkildə Şumer dili əsas əlamətinə görə türk dillərinə uyğundur. Onun əsəri səhifə 6-7. Digər böyük şərqşünas, fransız şərqşünası Élisée Reclus İnsan və Torpaq əsərinin, kitabının bir monoqrafiyasının müəllifidir. 1906-cı ildə o da çap olunubdur. Həmin kitabın 466-cı səhifəsində Élisée Reclus göstərir. Şumer dilində İran və Sami dillərinə xas cizgilər yoxdur. Əksinə Turan, Ural, Altay dilləri ilə bir qohumluq var. Bu da böyük fransız şərqşünasının dediyi fikir. Rus müəlliflərindən Dimitri Reyder məşhur bu sahə üzrə qədim dövrcə mütəxəssisdir. Onun qədim iki çay arasının Mif və Əfsanələr adlı əsəri Moskvada 1965-ci ildə çap olunubdur və həmin əsərin 150-ci səhifəsində göstərir. Şumer dili öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər. Digər bir müəllifimiz biz Ahmet Cavad biraz fərqləndirir bizim Ahmet Cavaddan. Alfabenin Mənşəyi adlı əsərində 1933-cü ildə İstanbulda çapdan çıxıb. Onun 10-cu səhifəsində 58-59-cu səhifələrində Əhməd bəy aydın şəkildə göstərir ki, Şumer dili əski türkçəyə bənzər bir dildir. Azərbaycan müəlliflərindən New Yorkda, Amerikada yaşayan Tariyer Vəli Əcdad əsərində böyük sambalı bir əsər yazıb. Həmin əsərində göstərir ki, təmiz Azəri türkçəsidir Şumer dili. Və eyni zamanda bu fikirlərimizi mən onunla Azərbaycanın çox böyük akademikləri, böyük tarixçiləri Ziya Bünyadov və Yusif Yusifov göstərirlər ki, onların bir yerdə yazdıqları Azərbaycan tarixi dərsliyi 1994-cü ildə yeni konsepsiyanın yazılmış bir əsəridir. Çox təəssüf ki, o konsepsiya sonralar davam etdirilmədi və Ziya Bünyadovla çox böyük hörmətli alimimiz Yusif Yusifov bir yerdə bildirirdilər. Həmin kitabda onun 232-ci səhifəsində eradan əvvəl 3-cü, 2-ci minilliklərdə Azərbaycanda türk tayfaları yaşayırdı. Yəni, bax, bu fikirləri mən çatdırıram sizin diqqətinizə, müəlliflərə. Bununla bağlı bizim Azərbaycanın qədim tarixi ilə bağlı mövzulara toxunuruq, danışırıq bunlarla bağlı.
Burada bu sosial şəbəkələrin deyək ki, xarakterine uyğun olaraq geniş şəkildə danışmaq olmur. Ona görə amma hər halda danışanda bir istinad eləyəndə insanlar, mən ötən verilişlərimizə baxıram ki, bəzən görürsən ki, şübhə ilə yanaşırlar. Müəlliflərə müraciət edirik. Bunu ona görə mən sizə bir daha çatdırıram ki, eradan əvvəl 3-cü minilliyin birinci yarısında Azərbaycan dövləti meydana gələndə bu Türk dövləti kimi meydana gəldi. Türk tayfaları həmin ərazidə yaşayırdı həmin dövrdə və Türk sülalələri Azərbaycanda hakimiyyətdə idi. Onlar Şumerlərlə qohumudular. Şumerlərə heç kəsin iddiası ola bilməz. Heç bir Şumer dili ölü dildir. Yəni istifadə olunmur, amma Şumer dilində yazılar qalıbdır və həmin yazıların içərisində heç bir dilə uyğun söz yoxdur. Yalnız Azərbaycan türkçəsinə uyğun sözlər var orada. Onları da mən sizin diqqətinizə çatdırıram. Biz deyirik ata, Şumerlər deyirlər ada. Biz deyirik ana, Şumerlər deyirlər ama. Biz deyirdik demək, onlar deyirdilər de. Biz deyirdik duru, onlar da durudur, eyni mənada duru. Biz onlar er. Biz od, onlar ud. Biz odun, onlar udun. Biz tengir, onlar dingir. Biz balta, onlar bal. Biz en, onlar en. Biz eren, onlar eren. Və s. 200'den artıq Şumer dilində söz var ki, birbaşa Azərbaycan türkçəsi ilə izah olunur və eyni tam şəkildə üst-üstə düşür. Ona görə də bir daha mən bunları sizin diqqətinizə çatdırdım. Azərbaycan dövlətinin necə qədim olduğunu, hansı dövrlərdə mövcud olduğunu sizdən bir yerdə mən istəyirəm ki, hamımız bilək və bu mövqedən də biz tariximizdən fəxr eləyək və tariximizi bu şəkildə də təqdim edək.